Avropanın paytaxtı. Bu Rasim müəllim bizim dostumuzdur. Yəqin o Rasim müəllimdir. Bilmirəm, indi oxşayır şəkildə də. Bəlkə də o deyil, səhv eləyərəm. Salamlayıram hər halda izləyicilərimi. Daha Ayka xanım. Bir də göstərim. Bax, MK'dın o üzüyü ora Moskvadır. Baxırsınız, MK'd. Bax. Bu MK'daydı dostlar. Sizə Moskvanı tanıdım. Maşınları görürsünüz orada. Bax, burada maşın. Ana, burada maşını. Bura MK'dır, bura. Bunun o yüzü, bax, burada meşə var. Bax, bura Moskvadır. MK'dın bu yüzü, bu meşə, bura o şey oblast. Orada görürsünüz metro tikirlər, bax. Deyim, göstərim. Burada metro açılır. Nə bilim, hamısını göstərdim mən sizə. Orada görürsünüz bizim plyajımız. Orada vertolyotla plaşatkadır. Deyilənə görə bəy gəlin orada fotosesiya ilə vertolyot götürürlər, fotosesiya, qalxırlar havada. İndi birazdan başlayacaq, buradan gəlir pəncərəmin qabağından, uçur gedir. Çox gözəldir buranın mənzərəsi. Bir də bu meşənin bu azondur da, biləsiniz, bu şam axışları, küknar bunlar. Oksigen yox, azon ifraz eləyirlər. Azondakı, açın, oxuyun Google-dan, görün nə deməkdir də. Yəni, bu elə bilin ki, sanatoriyadır bura. Meşə quruyub yox, meşə. Hələ qar var. Burada qışdır. İndi bir aya, buranın bir qəribə təbiəti var. Gecə baxırsan, hələ ağaçlar qurumayıb meşə indi. Yaşıllıq yoxdur axı hələ. Bir aydan sonra, cökə ağaçları da o rəngəli olanlar. Yaşıllar, şeydir, küknar, nə bilim, şam ağaçları. Amma bu rəngi azon olmaz deyil, val versalar. Yox canım, gir bax şeydə, Google-da yaz, azon nədir? Ozon təbəqəsi də var havada, yəni atmosferdə daha doğrusu da, yəni oxuyun, görəcəksiniz. Ev neçədir burada? Belə balaca ev burada 200.000 dollardır. Çox bahadır. Bu, məsələn, şəhərin mərkəzində bu hündürlükdə patolog tapmaq olmur dostlar, təzə binalarda. Moskva mərkəzindən Novostroykalarda evin hündürlüyü 2,75 zad olur. Burada 3 metrdir. Çox qəşəngdir. Ay, bağışlayın. Nə? Yo, mən hədiyyə istəmirəm canım. Sentrdə yaşayıram, ay canım. İndi gedirəm o bir evimə. Niyə? Bura yay üçündür də, plaja gəlib zaqar qəbul edəmir. Bura Daçadır, mən Daçaya gəlmişim. Amma burada zaten yaşaya, o vaxt gələndə buranı alanda 2 saat probkalarda qala-qala yollarda qalırdım, baxdım gedirdi. Bolimen aeroportlara biraz udobnudur bura, amma toylarıma çox uzaqdır. Ona görə indi gedəcəm. Geyimim, yeməyim hamısı o bir evdədir. Gəlmişəm burada biraz təmizlik işləri görməyə. Dırnağımı da qırdım, görürsünüz. İlan yoxdur, yox. O soyuqda ilan olar. Yoxdur, yox. Çox sağ olun. Mələk xanım, kartla fala baxıram, yazmışsınız. Tapın, görüm, tapın, əgər belə fala baxansızsa. Tapın, görüm, dünən nə yemişəm. Dayanmayıb, hələ 17 dəqiqə qalıb. Paltar deyil, baduşkaları sökmüşəm, divan baduşkalarını. Bunların üzüdür. Bu da. Bax, tap görüm nə yemişəm. Bir ipucu da verəcəm sizə. Gürcü mətbəxidir. Bura bu tərəf həyət deyil, bu tərəf meşəlikdir, həyət bu tərəfdədir. Mən görmürəm həyət tərəfi. Mənim evim plaja, bir də meşəyə baxır.
evlə necə? Rusiyada yaşayırdı. Hı -hı. Əvvəli nə? Əvvəl bilmirəm, mən nağd almışam. Bilmirəm, ipoteka ilə baha çıxar. Ay yox, səhv dedim. O vaxt gələndə bunu ipoteka ilə almışdım. Onda ucuz idi. İndi bilmirəm. Ondan sonra qaldırdılar qiyməti. Dünən Gürcü mətbəxidir, ay dostlar. Ay Mariya xanım, halal olsun sənə. Heç Mariya xanım yazmayıb fala baxıram. Kartla fala baxan tapanmadı. Mariya xanım tapdı. Halal olsun. Maçello. Natalya yazıb xingal. Yox, xingal sıra yemişdi. Yox, düz yazdı Mariya. Maçello. Hansı şəhərdir? Moskvada da, bilmirsiniz. Ay dostlar, gözəl xaçapuri pişirir Gürcülər. Təndirdə özdə. Məndən arıqlayan olmaz.